İki ölkə arasında iqtisadi münasibətlərin, iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində danışarkən birgə iqtisadi əməkdaşlıq komissiyanın fəaliyyətini və onun önəmini mən qeyd etmək istərdim və bu ilin payız aylarında komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır. Eyni zamanda bugün fikir mübadiləsi tərəfimizdən aparıldı ki, ya komissiya çərçivəsində və yaxud da ki, ona yaxın olan bir dövrdə biznes qurumlarının, özəl sektorun nümayəndələrinin birgə biznes forumunu keçirməsi də faydalı hesab oluna bilərdi. Enerji sahəsində əməkdaşlığımız barədə danışarkən, burada xüsusi olaraq uzun müddət ərzində SOCAR şirkətinin İsveçrədə uğurlu fəaliyyətini mən xüsusi olaraq vurğulamaq istərdim.